Rayon Mərkəzi Xəstəxanasının regional perinatal mərkəzi bağlanıb. 4 həkim virusa yoluxub. Xüsusi karantin rejiminin tətbiq edildiyi Qubada Mərkəzi Xəstəxananın regional perinatal mərkəzi bağlanılıb. Burada çalışan həkimlərdən 4'ü koronavirusa yoluxub. Baş həkimin verdiyi məlumata əsasən bizim Quba ərazisində olan xəstələr artıq Qusar rayonuna perinatal mərkəzinə müraciət etməlidirlər. Bundan başqa eyni avtomobildə olan bir neçə nəfərin də virusa yoluxduğu məlum olub. Buna səbəb isə xəstə olan şəxsin xəstəxanaya qohumlarının da eyni avtomobildə yanına gəlməsi olub. Hazırda rayonda sadəcə ərzaq mağazaları və apteklər fəaliyyət göstərir. Rayon ərazisində xüsusi karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində zəruri təxirə salınmaz tədbirlər görülür. Rayon İcra Hakimiyyəti və operativ qərargahın üzvləri ilə birlikdə koronavirus pandemiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə növbəti dəfə əhalinin daha çox olduğu yerlərdə, eləcə də apteklərdə və ərzaq mağazalarında reydlər keçirilib, maarifləndirmə və izahat işləri aparılıb. Orada qoyuruq adətən klient olabisini alıb keçdir boyun əlinə vuranda, həmişə qoyuruq yəni. Rayon polis şöbəsinin əməkdaşları da rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda vətəndaşlarla maarifləndirici söhbətlər apararaq, onlara yaşayış yerlərini tərk edən zaman mütləq qaydada tibbi maskalardan istifadə etmələri barədə məlumat veriblər. Lakin buna baxmayaraq, kobud şəkildə qaydaları pozan şəxslərdə aşkarlı az da olsa belə qanun pozuntularına yol verən şəxslər var. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub və onlara təyin olmuş qaydalar barədə geniş məlumatlar verilir. Bir daha sakinlərdən Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə riayət etmək tələb olunur.